Bismillah və elhamdülillah və salatu və selamu alə Rasulillah, əmmə ba'd. Qardaş, gözəl bir mövzuya toxundun, gözəl bir sual verdin. Bu, bəzən bizə baxıb deyirlər, dərinə getmə və ya kiməsə İslamdan danışırsan, tövhiddən, namazdan, ibadətdən danışırsan, deyirlər, dərinə getmə. Əslində o, qardaş, o söz var ha. Bəzən bunu ibadət edən qardaşlar deyirlər, adam özü təəccüb keçirdir ki, qardaş, hansı dərinlikdən danışırsan? Əgər dərinlik məsciddə cəmaat namazına getməkdirsə, cümə namazına getməkdirsə və ya dərinlik Quran-ı Kərim oxumaqdırsa, dərinlik şəri elmi öyrənməkdirsə, insanları görəndə o bəhrələndiyin, sənə xoş gələn, qəlbinlə rahatlıq tapdığın şeyə insanları dəvət eləməkdirsə, qardaş, bu dərinlik deyil, bu xoşbəxtçilikdir. O insan xoşbəxt insandır ki, qardaşım, o, əlhamdülillah, belə deyim də, İslamı sevir və istəyir ki, ətrafında olan insanlar da o sevgiyə qovuşmuş olsun. O dərinliyə getmə deyən insanlar var ha. Onların bir çoxu, qardaşım, cahiliyyə üçün darxan adamlardılar. Ayətdə deyir, əfə hukməl cahilunə yəbğun. Onlar yoxsa cahiliyyəni mi istəyirlər? Çünki olur da, insan gəlir ibadətə, amma ağlı qalıb hələ də o cahiliyyəsində, köhnəsində, köhnə fikirlərində. Bax, o insanlar ki var, deyirlər, dərinliyə getmə. Onların özünü var, islah eləmək üçün çalışmaq lazımdır ki, qardaş, dərinliyə edib neynəmişik ki? Namaz qılırsan, oruç tutursan, ümrəyə gedirsən, həccə gedirsən, məscidə gedirsən. Bu, onsuz da İslamda edilməsi zəruri şeylərdir. Burada hələ nə dərin var ki? Yəni, bu zəruri bir şeydir. İnsan, la ilahe illallah Muhammedur Rasulullah deyəndə neynəməlidir? Bu, şəhadət kəlməsinin tələbi olaraq namaza başlamalıdır. Allah Azza və Cəllənin əmri olaraq başlamalıdır oruca. Burada nə dərinlik var ki, fərzi yerinə yetirirsən. Allah Azza və Cəllənin əmr elədiyi şey. Onu o adama deyərlər ki, o sözü ümumiyyətlə doğru deyil demək, amma kiməsə dərinə getmək yox, həddi aşma onda deyərsən ki, həqiqətən də dinində həddini aşır. Allah Azza və Cəllənin ona vacib eləmədiyi şeyləri özünə vacib edir. Allah Azza və Cəllənin özünə haram eləmədiyi şeyləri özünə haram edir. Bu adama demək olar ki, qardaş, həddini aşırsan dinində. Allah Resulü sallallahu əleyhi və səlləm deyir ki, yahudilər kimi dininizdə həddi aşmayın. Amma namaz qılan adama, oruç tutan adama, səni də buna dəvət edən adama deyirsən ki, mən dərinə getmirəm, siz də dərinə getməyin. Yəni, məni vallahi namaz qılmayan adam o qədər də təsirləmir bu sözlə. Niyə? İndi o ibadət eləmir deyə, ibadətin şirinliyi nədir bilmir də. Yəni ki, o bizim necə bir sevinç içində olduğumuzu bilmir. İbadət eləyən adamın qayıdıb sənə demək ki, qardaş, dərinliyə getmə, ona soruşmaq lazım ki, bu dərinlik nədir, bu sərhədi haradır bu dərinlik? Təqribən neçə kilometr məsafə yoldan danışırsan. Adam həqiqətən təsirlənir ki, sən özün namaz qılmırsan, qardaş, oruç tutmursan, ümrə imkanın, həcc imkanın olsa getməzsən o mübarək torpaqlarda imanını qaldırmağa. Getməzsən sahabələrin, Allah Resulü sallallahu aleyhi və səlləmin namaz qıldığı, səcdə etdiyi məsciddə gelib səcdə eləməzsən, qardaş. Yəni, əlhamdülillah, qardaş, ona xatırlatmaq lazımdır ki, Allah Azə və Cəllə deyir, İnnəməl mu'minunəl-ləzinə izə zukirallahu vəclət qulubuhum və izə tuliyyət aleyhim əyətuhu zədətum imanə və alə rabbihim yətəvəkkəlun. Möminlər o kəslərdir ki, Allahın adını eşidəndə qəlbləri qorxudan tir-tir titriyir. Allahın ayətləri onlara oxunanda onların imanı qalxır və onlar ancaq Rəblərinə təvəkkül edirlər. Belə iman gətirmək lazımdır. Qardaş, qəlbin titrəməlidir. Quran-ı Kərimi oxuyanda onun üçün darıxmalısan. Allahın kitabı da oxudun, qoydun, gedirsən işləməyə. Darıxmalısan ki, sən qaydın mən Allahın kitabını oxuyum. Yəni, o kitabı oxumaq sənə həzz verməlidir. O kitabı oxuyanda düşünməlisən ki, Rəbbimin mənə əmirlərini və qadağalarını oxuyuram. Rəbbimin mənə ibrət üçün göndərdiyi qissələri oxuyuram. Peyğəmbərlərin başına gələn müsibətləri oxuyuram və halıma şükr edirəm ki, ya Rabbi, mən necə əmin yerdə yaşayıram, nə məni ağacın üstə salıb mişanla kəsən yoxdur, nə məni öldürmək üçün cəhd eləyən yoxdur, nə məni ac qoyub öz şəhərimdən sürgünə məcbur edən yoxdur. Buna həmd edirsən. Qissələr nə üçündür? Oxuduğun zaman ibrətlənməyin üçündür. Yəni, onların mübarizəsinə baxırsan, İslam üçün nə qədər? Biz əlhamdülillah rahatlığa düşmüşük də. Allah həmd olsun. Bu rahatlıqda da əgər dərinlik söhbəti varsa, qardaş, sən əlhamdülillah İslamı bərqararlamaq üçün heç bir əməl eləmirsən,
namaz qılsan, məscidə gəlsən, cüməyə, cəmaət namazına, imkan olsa ümrə, həc və s. bu olur dinin dərinliyi. Və dinin dayazı nədir? Elə 5 vaxt namaz qılmaq, o da olduğun yerdə qıldın, heç kimin xəbəri yoxdur namaz qılmağından, belə. Yəni, onları islah eləmək lazımdır, qardaş. Onları islah eləmək lazımdır. Həqiqi imana dəvət eləmək lazımdır. İmanın, La ilahe illallah Muhammedur Rasulullah kəlməsinin insana təsirini başa salmaq lazımdır. Əgər o kəlmənin deyib təsiri yoxdursa sənə, sən deməli orada imanın nöqtədə hardasa xətaya yol verirsən ki, o dediyin söz sənə təsirləmir. Və o sözlə təsirlənib yaşayan adamlara deyirsən ki, ayağı dərinə getməyirsiniz. Dərinə gedib neyinir qardaş? İçki süfrəsində oturmur da. Niyə dərinə getmiş olsun ki? Haramlardan çəkinir, Allah Azza və Cəllə itaət eləmək üçün gücü qədər çalışır. Vəlhasıl, qardaş, əlhəmdülillah, onları özünü dəvətləmək lazımdır. Onlara imanı öyrətmək lazımdır. İmanı, ya eyyuhəl-ləzīnə əmənu, əminu, ey iman gətirənlər, iman gətirin. O ayəti xatırlatmaq lazımdır onlara ki, imanı qaldırmaq üçün əməllər eləmək lazımdır, çalışmaq lazımdır. Onların hamısının səbəbi ilə dəstə dediyimiz mövzuya gəlib çatır. Elmsiz olmaq. İbadət edir, amma elmsizdir deyə o şeyin dadını almır da. Prosta namazdan da tərk eləmək istəmir, uzaqlaşmaq istəmir, cahilə həyatını da yaşayır. Yəni, namaz ona heç bir şey vermir. Halbuki Allah Azze və Cəllə nə buyurur? Utlu mə uhi ileykə Rəbbindən sənə vəhy olunan insanlara danış. Utlu mə uhi ileykə minəl kitab və əqimis saləh. Rəbbindən, kitabdan sənə nazil olanları insanlara danış və namaz qıl. İnnə salətə tənhə anil fəhşəi vəl münkər. Şübhəsiz ki, namaz insanları pis və çirkin əməllərdən uzaqlaşdırar. Və lə zikrullahi akbar. Allahın zikri ən böyükdür. Görsən, Allah Azze və Cəllə namazı nəyə vəsilə edir? Namazı qılan adam deyir, çirkin və pis şeylərdən uzaqlaşacaq. Dalında isə buyurur ki, və lə zikrullahi akbar. Allahın zikri ən böyükdür. İmam Qurtubi buyurur ki, Allahın zikri ilə namazdır o. Ən böyük zikri namazdır. Əgər bir adam namaz qılırsa, və haramlardan çəkinən adama deyirsə ki, dərinə getmə, qardaş, yəni, əlhəmdülillah. Deməli, o hələ namaz nə üçündür başa düşmür. Namazın bizim həyatımıza təsiri nədir, onu başa düşmür. Namazın hikməti, fəziləti nədir, hələ deməli, onu başa düşmür. Ki, nə üçün namaz qılırsan? Allah Azze və Cəllə bizə işdə faydalanlardan əmin. Allah Azze və Cəllə bizi həqiqətən namazı qılan və namaz vasitəsilə çirkin və pis əməllərdən uzaqlaşan qullarından əmin. Elhamdülillahi Rabbil aləmin.